Heç düşünmüsən bir gecədə məşhur olmaq mümkündür? Təsəvvür elə dünən səni ancaq sənin yaxın əhatən və dostların tanıyırdı, amma birdən-birə işlərini almaq üçün insanlar sıraya düzülür və işlərinə milyonlarla dollar verməyə hazırdılar. Biz adətən belə şeylərə ola bilməz, nağıldır, belə şeylər ancaq sosial şəbəkələrdə baş verər deyirik, amma bəzən nağıllar da real ola bilir. Ya da ən azından reallığa yaxın. Bugün sənə bir rəssam haqqında danışacağam. Onun adı Damien Hirst'dür. Və bu videoda əsas sual ondan ibarətdir ki, Damien Hirst əslində dahi rəssamdırmı, yoxsa çox yaxşı marketoloq? Lakin ən vacib sual onun dövrümüzün incəsənətinə təsiridir. Əvvəlcə bir şey dəqiqləşdirək. İncəsənət dünyasında məşhur olmaq Instagram layıkları və yaxud izləyici sayından ibarət deyil. Bu o zaman baş verir ki, kuratorlar və sənətşünaslar sizin haqqınızda danışır, muzeylər sizin əsərlərinizi almaq üçün sıraya düzülür və kolleksiyaçılar əsərlərinizə həqiqətən böyük miqdarda pullar ayırmağa hazırdılar. Yəni demək istədiyim, bazar səni dəyərli elan elədisə, artıq əsərlərin çox bahalı qiymətlərə satıla bilər. Amma bu adətən illər, hətta bəzən 10 illər çəkə bilir. Bəzən də o deyirləri, bəxt həmin gün məndən yanaydı. Elə şeylər baş verir və birdən-birə həqiqətən bir insan çox məşhur ola bilir. Damien Hirst bunu bacaran nadir fiqurlardan biridir deyə bilərik. Hirst bir şeyi çox tez başa düşdü. Hətta mən deyərdim ki, zamanından da tez. Və məhz o uzaq görənlik ona milyonlarla dollar gətirdi. O anladı ki, sənətdə əsas nə yaratdığın yox, harda, necə və kimin əhatəsində yaratdığın da çox önəmlidir. Və əgər səni görmürlərsə, tanımırlarsa, sən demək olar ki, mövcud deyilsən. Bəli, təəssüf ki, müasir dövrdə bu belə işləyir. Sən emalatxananda oturub möhtəşəm əsərlər yarada bilərsən, amma onları heç kim görmürsə, o əsərlərin heç bir dəyəri də olmur. 1988-ci il. Damien Hirst hələ tələbədir. Goldsmiths kollecdə oxuyur. Görə bilirsiniz, nə edir? O, heç bir sərgidən dəvət gözləmir, heç bir muzeydən heç nə gözləmədən özü bir sərgi elan edir. Adını da Friz qoyur. Üstəlik nə qalereya, nə də muzeydə. Boş, sənaye tipli bir məkanda. Və mən düşünürəm ki, bu əslində sadəcə sərgi deyildi, həm də bir mövqe idi. O sanki həmin gün bütün şəhərə orada sərgi təşkil etdiyini elan eləmiş oldu. Və həmin gecə onun həyatını tamamilə dəyişən bir hadisə baş verir. Sərgini məşhur kolleksiyaçı Charles Saatçı ziyarət edir. Bir şey açıq deməliyəm ki, incəsənət dünyasında bir gecədə məşhur olmaq kimi bir şey biraz çətin məsələdir. Yəni bunun üçün ən azından bir neçə faktor birlikdə işləməlidir. Ya da bir güclü fiqur və ya çox böyük bir hadisə baş verməlidir ki, bütün media həmin rəssam haqqında danışsın və o bir gecədə məşhur oyansın. Saatçı isə öz növbəsində sadə bir kolleksiyaçı deyil. O, həm də reklam düşüncəsi olan bir kolleksiyaçıdır. O bilirdi ki, şok bərabərdir diqqət, diqqət bərabərdir media, media isə bərabərdir bazar. Hirst'ün işləri isə bunun üçün ideal idi. Vizual olaraq sadə, ideya olaraq sərt, emosional olaraq narahat edici və media vasitəsilə çox asan şəkildə tanıdıla biləcək potensialdır. Bu məqamda bir çoxları deyir ki, Hirst sadəcə çox şanslı idi, amma şansı da əldə eləmək üçün ən azından o lotereya biletini almalısan. Mən düşünürəm ki, Damien Hirst məhz bunu eləmişdi. İndi isə onun ən məşhur əsərinə baxaq. 1991-ci il. Əsərin adı Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü. Bəlkə də indi ağlına bu nədir axı, sadəcə böyük ölü bir balıq və s. kimi fikirlər gəlir. Amma məsələyə fərqli rakursdan baxsaq, burada çox dəqiq qurulmuş bir mexanizm var. Birincisi odur ki, biz ölümü əslində fiziki, yəni real vəziyyətdə görə bilmərik. Çünki artıq həmin vaxtı mövcud olmuruq. İkincisi isə bu əsər əslində bizi ölümə çox da yaxınlaşdırmır. Əksinə, ölümün nə qədər dərk edilməz olduğunu izah edir. Biz isə bu əsərin qarşısında sadəcə donub qala bilərik. Bunun səbəbini də Tate araşdırmaçıları belə izah edir ki, Hirst'ün əsərləri bizə hardasa qorxu və heyranlıq arasında bir hiss yaradır. Yəni bu sadəcə provokasiya deyil, fəlsəfi olaraq hesablanmış bir obrazdır. Və indi gəlirik məsələnin ən mürəkkəb və çətin tərəfinə. Hirst'ün işləri əsasən heyvan ölümü üzərinə qurulub. Akula, inək, kəpənəklər, müxtəlif heyvanlar və burada ağlımıza digər bir sual gəlir. Sənət üçün həyat qurban verməyə dəyərmi?
Məhz bu səbəbdən Hearst'un sərgilərində tez-tez aktivistlər müxtəlif aksiyalar keçirirlər. Kəpənəklərlə bağlı işləri isə məsələn xüsusi diqqətə səbəb olmuşdu. Çünki burada ölüm sadəcə simvol deyil, prosesin bir hissəsidir və burada obyektiv olmaq vacibdir. Hearst əslində bizə ölümü göstərir, amma digər tərəfdən ölümü istehsal edir. Bu da deyərdim ki, onun sənətinin problemli tərəfi və paradoksal səslənsə də həm də güclü tərəfidir. 2007-ci il. Əsərin adı Tanrı sevgisi naminə. İnsan kəlləsi. Üzərində minlərlə brilyant. Əlbəttə ki, bu memento moridir. Yəni hamımız bir gün öləcəyik və heç bir brilyant və ya sərvəti özümüzlə apara bilməyəcəyik. Hearst burada insanların sərvətə və bərbəzəyə olan düşkünlüyünü özünə məxsus şəkildə tənqid edir. Bu əsər sənəti, ölümü və kapitalı bir obyektə çevirir. Bəzi sənət tənqidçiləri bildirirdi ki, Hearst öz əsərləri ilə sənət bazarını məhv edir. Amma digər paradoks da budur. Hearst onsuz da bunu gizlətmir, açıq şəkildə nümayiş elətdirir. İndi isə digər dönüş nöqtəsi. 2008-ci il. Damien Hirst tamamilə qaleriyaların başını buraxır və Sotheby'sdə satışa elan edir. Sərginin adı isə Beautiful Inside My Head Forever. Nəticə təxminən 111 milyon funt. Bu artıq bir rekord değildi. Bu bütün dünyaya bir mesaj idi. O bir növ rəsmi şəkildə mən sistemin içində deyiləm, mən sistemin özüyəm kimi manifest edir. Bu hadisədən sonra bir çox sənətçilər sənəti brendə çevirdilər. Bir çoxları bazarla birbaşa işləməyə başladılar və özümüz də anlamadıq, amma bazar da bir növ şouya çevrildi. Amma onu da qəbul eləyək ki, bu müasir sənət dünyasında bir qırılma nöqtəsi idi. Və mən hələ də düşünürəm ki, 100 il sonra Hearst'un adı yenə də sənət kitablarında incəsənət dünyasında nələrisə dəyişmiş rəssamların adının arasında sadalanacaq. İndi isə əsas suala gələk. Hearst istedadlımı? Bəli. Çünki o obraz yarada bilir, o zamanın qorxularını hiss edir və yadda qalan vizual dil yaradır. Bəs marketoloqdumu? Düşünmürəm. Amma marketinq onun sənətinin bir hissəsidir. Həqiqət isə budur. Damien Hirst istedad, bazar şuuru və zaman hissi kombinasiyası kimidir. Sanki dövrümüzdə uğurlu olmağın əsas formulunu tapıb. Bu kombinasiyanı belə qurmağı isə hər adamın işi deyil. Hearst sənəti şouya çevirdimi? Bəli. Bazarı ifşa etdimi? Bəli. Bir gecədə məşhur olmaq mifini dağıtdımı? Amma o bütün bunları elə-belə etmədi. O sistemi çox yaxşı dərk eləyirdi. Deməyim odur ki, sənətdə lap deyildiyi kimi bir gecədə məşhur olmaq biraz müşkül məsələdir. Amma bəzən illərlə o yığıb düzəltdiyin istedadın, uğurların, bütün bu zəhmətlərinin bir qarşılığı olur. Və həmin an bir hadisə də baş verir ki, ondan sonra daha da məşhurlaşırsan. Və həmin an üçün hazır olmaq lazımdır. Məncə Damien Hirst vaxtında hazır idi. Əgər sən də sənəti sadəcə sevməklə qalmayıb, həqiqətən dərindən anlamaq istəyirsənsə, bazar, güc, incəsənət, ideya, bütün bunlar sənə də maraqlıdırsa, kanalımı izləməyi və videonu bəyənməyi unutma.